düzgün şəkildə ömürlük işlədə biləcəksiniz. Telegrama girək sizinlə. Həqiqətən də görün ki, Telegram işləyir. Bəli, gördüyünüz kimi Telegram işləyir. Dostlar, Telegram problemini həll etmişəm. Gəlin bunu sizə də öyrədim. Bəli, ilkin olaraq onu qeyd edim ki, dostlar, Telegram bizi çox pis şəkildə aldadır. Yəni bizə çox pis bir şəkildə yalan danışır. İndi bunu videonun sonunda mən ətraflı şəkildə sizə deyəcəm. Gəlin indi sürətli şəkildə prosesə başlayaq. Bəli, dostlar, ilkin olaraq nəzərinizdə saxlayın ki, siz Telegrama abunə olmalısınız. Yəni Telegrama $1 25 senti verməmiş heç cürə siz o Telegramı işlədə bilməyəcəksiniz. Bunu yadınızda saxlayın. Amma bunun da müəyyən üsulları var. Gəlin indi sürətli şəkildə ekrana keçək və mən bunu sizə göstərim. Bəli dostlar, gördüyünüz kimi mənim özümün də Telegrama abunə olduğum anı videoya çəkmişəm. İndi bir dəfə abunə olacaqsınız və bu sizin üçün ömürlük işləyəcək. Mən bu üsulu göstərəcəm sizə. Gəlin sürətli şəkildə videonu açaq. Görək burada mən nə etmişəm, hamısını deyəcəm sizə. Baxın, gördüyünüz kimi telefonumdan qoşuldum, barmaq izini yazdım. İndi bura işləniyor yazılır və aktiv olur. Biraz gözləyək. Daha sonra belə bir sual verir mənə. Buradan hayır, təşəkkürlərə deyib tamam işarəsinə klik edirəm ki, mənim üçün əsas sistem açılsın. Baxın, ödəmə başarılı oldu falan yazılır və buradan da şimdi deyil yazısına klik edirəm. Orada kartı falan yazma yerini göstərmirəm. Bunu özünüz edərsiniz. Baxın, daha sonra mənim nömrəmi qeyd etmişdim. Həmin nömrəmə kod gəlir. Daha sonra həmin telefondan götürüb yazıram. Elə baxın, Telegram da bu yerdə bizi aldadır. İndi videomuzun axırında mən buna ətraflı sizə danışacağam. Bəli dostlar, gördüyünüz kimi Telegram təsdiqləndi və burada açıldı. Yəni rahat bir şəkildə kod gəldi və açıldı. Və o $1 25 senti ödəməsəz heç cürə açılmır. Gördüyünüz kimi mən də ödədim, açıldı. Amma izləyicilərin çoxsu burada çətinlik çəkirdi ki, mən Telegrama ödəniş etsəm belə o hər ay və yaxud da hər hafta mənim kartımdan pul çıxardırdı. Bu olmayacaq sizdə və düzgün şəkildə ömürlük işlədə biləcəksiniz Telegramı. Gəlin indi sürətli şəkildə mən bunu sizə öyrədim. Bəli dostlar, az öncə Telegramı açdığım telefona yenidən keçdim. Gəlin burada Telegrama girək sizinlə. Həqiqətən də görün ki, Telegram işləyir. Bəli, gördüyünüz kimi Telegram işləyir. Mən də buradan icazə falan da istəyir. Yəni burada açıq-aşkar ortalıqdadır. Buna az öncə göstərdiyim üsulla abunə olduqdan sonra nə etmək lazımdır? Biz Telegrama abunəliyimizi dayandırmalıyıq ki, o hər ay və yaxud da hər həftə bizim hesabımızdan $1 25 sent çıxmasın. Yəni 2 manat 15 qəpiyi, 13 qəpiyi bizim hesabımızdan çıxmasın. Bunu da necə etmək olar? Dostlar, Telegramın içində normal bir şəkildə abunəliyi dayandırma deyə bir şey yoxdur və bunu da bilə-bilə ediblər. Yenə bunu birazdan danışacağam mən sizə. Telegram alladır məsələsi dedim sizə. Bu ilə bununla bağlıdır. İndi birazdan danışacağam. Belə bir ayar yoxdur deyə, yəni abunəliyi dayandırmaq deyə bir ayar yoxdur deyə biz bunu Google vasitəsilə edəcəyik. Gəlin bunu da göstərim. Google Play Store-a daxil olmalısınız. Baxın, mən də buradan Google Play Store-a daxil oldum və sağ üstdə baxın profiliniz var. Sağ üst küncdədir. Buna vuracaqsınız və o hesabınız olduğunu burada təsdiq etməlisiniz. Necə edəcəyik? Baxın, bu yer gəldikdən sonra burada ödəmələr və abunəliklər deyə bir seçənək var. Bura girdikdən sonra büdcə və getmiş deyə bir şey yazılıb. Birinci bura girin, görün həqiqətən də bu hesabınızla almısınız Telegramı, yoxsa başqa hesabla, bunu təsdiqləyin. Baxın, büdcə və keçmiş bölümünə girirəm. Baxıram, məndə də görünür ki, 1x Telegram Premium $1 25 sent yazılıb və Aralıq 31-2025, yəni dekabr ayının 31-i 2025-də almışam. Biraz istəsəz daha ətraflı baxa bilərsiniz. Baxın, göstər yazılıb burada. Hər şey görünəcək, tarix, saatı falan da görünəcək. Dəqiq bunu gördünüzsə, dəqiq həqiqətən də hesabınız budursa, anladım düyməsinə vurub və buradan geri qayıdın və gəlin burada heç çıxmayın buradan. Burada baxın, deməli ən üst hissədə ödəmə yöntəmləri deyə bir şey var. Buna klikləyin və burada sizin kartınız falan görüləcək. Baxın, mənim də burada kartım var. Burada Visa falan yazılıb. Belə bir şey görünürsə, deməli tamamilə qaydasındadır və tamamilə düppədüz girmisiniz. İndi buradan biz ödəmə yöntəmlərini, yəni kartları telefonumuzdan siləcəyik ki, Telegram pul çəkmək istəsə görsün ki, orada kart yoxdur və abunəliyi özü dayandırsın. Belə bir strategiya işlədəcəyik. Baxın dostlar, deməli burada digər ödəmə ayarları deyə bir şey yazılıb ən altda. Buna klikləyəcəksiniz və biraz gözləyəcəksiniz. Bizim telefonumuzda Google Chrome açılacaq. Baxın, gördüyünüz kimi Google Chrome açıldıqdan sonra mən görürəm ki, az öncəki hesabım deyil bu. Yenə 2 dənə kart var, düzdür. Bayaqçında da 2 dənə kart var idi. Amma o hesab deyil. Baxın, o hesabın profili yenə Play Store-a daxil olar, amma çıxmadan elə eləyək ki, arxa planda qalsın. Baxın, bayaqçı hesabımda bir şəxs şəkili var, amma indiki hesabda, yəni Google Chrome-dakı hesabda başqa bir şey var. Bunu yenə sağ üstdən profil adınıza klik edib dəyişə bilərsiniz. Baxın, mən də buradan dəyişirəm. Siz də bunu bu formada edə bilərsiniz. Başqa hesabınız varsa məndə kimi olacaq sizdə və biraz gözləyirsiniz. Baxın, həmin hesab burada açılır. Baxın, az öncə Play Store-dakı profilimiz burada gəlir və Telegram Premium abunəliyini burada göstərir. Etkinlik deyir, etkin olaraq görünür. Girirəm onun içinə və burada görürəm ki, abunəlik məni qarşılayır. Baxın dostlar, belə gələcək. Daha sonra sağ üstdən 3 cizgiyə klik edəcəksiniz və burada ödəmə yöntəmləri deyə bir
şey var. Yəni hesab dəyişilməyəcəksə sizə baxın 100% bu formada belə bir şey gəlməlidir. Sadə şeydir. Buradan kaldır yazısına klik edəcəksiniz. Baxın 2 dənə kart var. Birincisi ən altdakını kaldırıram. Onsuz bu kart bağlanıb. Sonra kaldır düyməsinə klik edirəm. Baxın altdakı kart getdi. Gördünüz? Artıq altdakı kart yoxdur. İndi buna da kaldır deyirəm. Daha sonra bunu da təsdiqləyim. Baxın kaldır gəldi. Yenə kaldıra vurdum və silinib gedəcək. Baxın gördüyünüz kimi dostlar, kartlar buradan silindi getdi və artıq Telegram pul çəkmək istəsə, həmin pulu çəkə bilməyəcək. Baxın burada aboneliklər və xidmətlər bölümünə keçib oradan da baxa bilərsiniz. Henüz abonelik yox deyir. Yəni bu Google üzərindən çıxdı artıq. Artıq Telegrama yönləndirildi bu. Yəni pul falan çəkilə bilməyəcək. Bunu mütləq yadınızda saxlayın. İstəsəz arxain olmaq istəyirsə, başqa hesablarınız varsa, misal üçün baxın mənim digər hesabımda yenə 2 dənə kart var idi. İstəsəz qayıdıb o kartları da ləğv edə bilərsiniz. Mən şəxsən belə edəcəm özüm videonu söndürdükdən sonra. Bütün nə hesablarımda kart varsa, yəni bu telefonda işlətdiyim hansı hesabda kart varsa, işlətmirəmsə hamısını aradan qaldıracağam ki, yəni proqramdır, bilmək olmaz. Birdən o kart vasitəsilə də çəkər və hesabınız mənfiyə gələr. Yəni bununla edə bilərsiniz. Rahat bir şəkildə belə Telegram sizdə ömürlük aktiv qalacaq. Yəni bir də hər ay, hər həftə pul çəkməyəcək. Bunu yadınızda saxlayın. Sadəcə dostlar bir şeyə diqqət edin ki, Telegram proqramını telefondan bu formada üstündən basılı tutub sil yazısına falan basmayın. Çünki bunu etsəz yenidən ona abunə olmalı qalacaqsınız. Yenidən o sizə kod göndərməli qalacaq. Çalışın buna diqqət edin. Telefonunuzu qoruyun. Ya silinməsin, ya format falan olunmasın. Yəni belə uzun müddətlərdən istifadə edə bilərsiniz. Mən şəxsən bunu indi aktiv elədim. Ta ki getdi 2 il, 3 il məndə bu qaranti şəkildə işləyəcək. Çünki bundan əvvəl də aktiv etdiyim zaman bəlkə 4-5 il bundan əvvəl aktiv eləmişdim. Dostlar, indi mən sizə qısa bir açıqlama verim ki, az öncə sizə qeyd etdim ki, yəni videonun girişində mən dedim ki, Telegram bizi çox pis şəkildə aldadır. Bəli, Telegram bizi ciddi şəkildə pis vəziyyətdə aldadır. Bunun da səbəbini indi göstərirəm sizə. Deməli, Telegrama giriş edərkən SMS fire deyə bir yazı yazılırdı. Baxın, bu dəqiqədə ekranda həmin yazını görürsüz. Baxın, bu yazı görünür. Buranı çevirsəz görəcəksiniz ki, burada yazılır ki, sizin ölkənin, yəni Azərbaycanın operatorları burada SMS-lərin qiymətini qaldırıb deyə mən də sizə kod göndərə bilmirəm. Bunun üçün mənə abunə olmalısınız. Yəni bu sözləri Telegram deyir. Biz də abunə oluruq və gözləyirik ki, bizə nömrədən kod göndərəcək. Yəni öz telefon nömrəmizdən kod göndərəcək. Amma məyərsə bu bizə WhatsApp-dan kod göndərir. Hətta belə həmin kodu açın burada WhatsApp-da. Siz də baxın buna. Bəli dostlar, bu dəqiqə görürsüz. Baxın, Telegram mənə bu nömrə vasitəsilə göndərdi kodu və bura WhatsApp-da indi kodu göstərə bilmirəm. Amma WhatsApp vasitəsilə göndərdi. Nömrəmlə gəlmədi. Telegram bizə aldadır deməyimdə də məqsəd odur ki, bəli, öz gözünüzlə görürsüz ki, bunu WhatsApp-la göndərib də. Yəni heç bir burada operator və yaxud da pul falan istifadə eləmir. Bu bizi aldadır. Bizdən hər dəfəsində $1.25 alır və qoyur cibinə. Heç bir burada operatora və yaxud da heç bir xidmətə falan pul ödəmir. Ona görə də deyirəm ki, bu dələduzluqdur. Yəni gələcəkdə də böyük ehtimalla bu problem aradan qalxmayacaq. Telegram ömür boyunca, yəni bu formada pul ilə alacaq. Bunu yadınızda saxlayın. Bunu özləri qəsdən və bilərəkdən ediblər. Ona görə də bunu nəzərinizdə saxlayın ki, Telegram hər daim təəssüf ki, pullu olacaq. Əvvəlki kimi pulsuz olmayacaq və onu qeyd edim ki, 4 aydan çoxdur ki, mən bunu sizin üçün araşdırıram ki, bəlkə pulsuz aktiv eləmək yolu var. Onu taparam və onu çəkərəm. Təəssüf ki, tapa bilmədim deyə bu videonu çəkdim. Yəni videonu buralara qədər izləyirsinizsə, artıq bildiniz ki, pulsuz yolu yoxdur. Başqa heç bir üsulla aktiv eləmək olmaz. Yəqin ki, bura qədər dinləyənlər var. Bura qədər dinləyənlər varsa, aşağıda kommentdə qeyd etsin ki, bəli dostum, səni ora qədər dinlədim. Bildim ki, Telegram zibili artıq aktiv eləmək olmayacaq. Bunu yadınızda saxlayın. Bir dəfə aktiv edin, çalışın silməyin. Artıq ömürlük istifadə edə bilərsiniz. Bəli dostlar, sizə verəcəyim məlumatlar bunlar idi. İnşallah bu üsullar sizin probleminizi aradan qaldıra bilib və sizə kömək ola bilmişəm. Ekranda izləyə biləcəyiniz başqa videolar var. Bunlara da baxa bilərsiniz. Maraqlı videolardır. Bizə dəstək olmaq üçün aşağıdan kanala abunə olub videomuza like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Sağ olun, salamat qalın, özünüzdən müğayət olun.